Which statement is false according to the passage? Mətnə əsasən hansı cümlə yanlışdır? A variantında Crater Lake is the deepest lake in the United States. Krater gölü Birləşmiş Dövlətlərdə ən dərin göldür. Mətnimizdə bu haqda məlumatımız qeyd olunmuşdur. Deepest lake in the United States deyə verildiyi üçün bu səhv deyil, doğrudur. Variantımızı çıxırıq. B variantında Crater Lake National Park offers activities like hiking and fishing. Krater Göl Milli Parkında balıq tutmaq və gəzinti kimi fəaliyyətlər təklif olunur. Mətnin son hissəsində bu haqda məlumatımız qeyd olunduğu üçün yenə də biz həmin variantı yanlış hesab etmirik. Yəni variant olaraq çıxacağıq. Doğrudur mətn əsasən. C variantında Wizard Island is a natural rock column near the southern shore of the lake. Burada Wizard adasından danışır ki, gölün cənub sahili yaxınlığında yerləşən təbii qaya sütunlarından ibarətdir. Ancaq bu Phantom Ship, yəni fantom gəmi formasında olan adaya aid idi və bizim səhv variantımız C variantında qeyd olunmuşdu. Çünki verilən adaya diqqət etsək, o gölün qərb sahilində yerləşirdi və vulkanik demək qayalardan olan bir təpədən ibarət idi. Crater Lake was created when Mount Mazama volcano collapsed. Krater gölü Mazama dağının vulkanik olaraq aşması nəticəsində yaranmışdı və burada məlumat olaraq mətnimizdə qeyd olunduğu üçün yenə də biz onu false yox, true hesab edəcəyik. No rivers flow into or out of Crater Lake. Heç bir çay nə krater gölündən axmır, nə də onun içərisinə axıb tökülmür. Yenə də məlumatımız mətndə eynən Y variantındakı şəkildə verildiyi üçün biz onu doğru hesab edirik. Yəni mətn əsasən yanlış deyil. Bizdən yanlış variant istənilirdi. Bu isə C variantında qeyd olunmuşdur.